Bugün belə bir sertifikasiya sualına baxırıq. Qaz halında olan alkenin etanla əmələ gətirdiyi qarışığın M ortası 36-dır. Deməli, hər hansısa bir alkendir, CnH2 formuna malik alkendir. Etanla C2H6 ilə əmələ gətirdiyi birləşmənin M ortası 36-dır. İndi burada baxırıq ki, C2H6-nın kütləsi 30-dur. Bilirsiniz ki, M orta bir qazdan böyük, birindən kiçik olmalıdır. Məsələn, burada 30-dursa C2H6. Deməli, CnH2-nin də 36-dan böyük bir rəqəm olmalıdır. Çünki M orta iki qazın kütləsinin arasında yerləşməlidir. Daha sonra butanla əmələ gətirdiyi qarışıq. Yenə eyni CnH2 formulu bir alkendir. Butanla əmələ gətirdiyi birləşmədə M orta 46-ya bərabərdir. Butanın kütləsi olacaq 58 qram. İndi bilmirik alken nə qədərdir. O zaman mən belə bir nəticəyə gəlirəm ki, CnH2 46-dan balaca rəqəmdir. Deməli, 36-dan böyük, 46-dan da kiçik rəqəmdir. İndi gəlin kənarda alkenlərin ilk nümayəndələrini yazaq. C2H4, C3H6, C2H4 28-dir, C3H6 olacaq 42. Və mən fikirləşirəm ki, elə C3H6-nı götürsəm uyğun gəlir. Çünki həqiqətən də bura 42 yazsam, burada 42 yazsam, 42 və 30 arasında 36 yerləşdi, 42 və 58 arasında 46 yerləşdi. Deməli, söhbət C3H6-dan gedirmiş, propendən. Alkende olan hibrid orbitalların sayını istəyir. C3H6-da hibrid orbitalların sayı, ümumiyyətlə alkenlərdə hibridlər 4n çıxılsın 2 ilə hesablanır. N burada karbonun sayıdır, 4'ü 3'ə vururuq, çıxırıq 2-ni, cavab eləyir 10.